Belə bir fikir irəli sürülüb ki, məktəblərdə dini dərslər tədris olunsun. Bu fikrə münasibətiniz necədir? Münasibətim belədir ki, qızım, dini həqiqi din insanı olmaq üçün gərək bir sifətin ola, riyakarlıq eləməyəsən, üzdə başqa cür din insanı kimi göstərir, amma arxada başqa işlərlə məşğul olmağı sevmirəm. Amma yaxşı fikirdir bu dini dərsləri keçmək. Din adı altında hər cür dinə aid olmayan fırıldaqlar eləyirlər. Bax, elə şeylər düzgün deyil. Ona görə də amma əsl dindar, əsl insan yerdən qalxan körpələrə, məsələn, məktəblilərə dini düzgün təbliğ eləmək lazımdır. Bir var sonradan yetkinləşən ərəfədə gedən nəsə cürbəcür mollaların danışıqlarına söhbət açar. Söhbətinə qulaq asa, ola cürbəcür söhbətlər edilir. Bir də var ki, yəqin ixtisaslı adam var orada dərsləri deyəcəkdir və yaxud da ki, gedəcəkdir. Onlar da ki, qayda qanun proqrama uyğun dərsləri keçərlər. Mən özüm orta məktəbdə müəllim işləmişəm, tarix müəllimiyəm. Proqrama uyğun orada dini qayda qanunları öyrədər və cürbəcür xoşa gəlməyən haqq hesablar olmaz. Fikrim ancaq müsbətdir, başqa cür ola bilməz. Çünki uşaqlara Allahın elmi ancaq kömək eləyə bilər. Həm kamil insan olmaq üçün, həm düzgün məqsədə yönəltmək üçün, hər bir şeyə görə. Çox gözəl. Mənə görə olsa yaxşıdır. Çünki şagirdlər imanları onların şuurlu sürətdə olsa, mənə görə onların imanları da daha mükəmməl olar. Ona görə mən düşünürəm ki, dini dərslər keçirilsə, yəni bu sahədə ixtisaslı, bu sahəni həqiqətən də mükəmməl bilən insanlar tərəfindən məhz onlara düzgün, istiqamətli, yəni bilgilər verilsə, bəli, mən düşünürəm ki, onların imanları da daha güclü olar. İlk növbədə İslam dini, amma yaxşı olar ki, digər dinlərdə olsun və müqayisəli olsun. Müqayisəli ki, onların yəni seçimləri öz seçimləri olsun, amma mənə elə gəlir ki, onların yəni İslam dinini seçərək də onlar artıq dərrakəli, yəni şuurlu surətdə bunu edəcəklər. Başa düşəcəklər niyə İslam dini, niyə onlar müsəlmandırlar. Ona görə mən düşünürəm ki, mütləq səviyyədə uşaqlıq yaşlarından, yəni gözlü, yumulu olaraq deyil, məhz düşünərək, dərrakəli olaraq bəli, keçirilsə, mənə görə qəbul etsələr, yəni dini seçimlərini seçsələr, yəni mənə görə gözəl olar. Bu, əgər bu din haqqında müəyyən bir dərslər aparılsa, çox yaxşıdır. Çünki fikir verirəm, son illərdə şagirdlərin dinimiz haqqında bilgiləri həddindən artıq zəifdir. Çünki məlumat alacaq mənbələri demək olar ki, çox azdır. Ona görə də fikirləşirəm, şagirdlər tanımalıdır. Dini nədir, dini hansı dindəndirlər və o dinin mahiyyəti nədir, peyğəmbərləri kimdir, hansı peyğəmbərlərimiz var. Yəni, bunlar haqqında mütləq şəkildə məlumatları olmasını tərəfdarıyam və tövsiyə edirəm ki, bu haqda bilgiləndirilən, məlumat verən hər hansı bir qurumlarmı, yəni müəssisələrmi və yaxud da məktəblərmi, onlara da verilsin ki, bu tapşırıqlar şagirdlərimiz məlumatlandırılsın.